Qərbi Azərbaycana qayıdış 3-cü Konqres Festivalı çərçivəsində təşkil olunan panel müzakirələri və bölmə iclaslarında tarix, hüquq, beynəlxalq münasibətlər, mədəni irs, rəqəmsal transformasiya və ictimai yaddaş mövzuları geniş şəkildə müzakirə edilib. Müzakirələrdə Qərbi Azərbaycanın tarixi həqiqətlərinin araşdırılması, Azərbaycanlıların doğma yurdlarından deportasiyası, milli mədəni irsin qorunması, qayıdış konsepsiyasının hüquqi əsasları, beynəlxalq təcrübə, regional təhlükəsizlik məsələləri və Zəngəzur dəhlizinin perspektivləri diqqət mərkəzində olub. Apardığımız tədqiqatlar Qərbi Azərbaycanda informasiya texnologiyaları vasitəsilə infrastrukturun yenidən qurulmasına və rəqəmsal transformasiyasına həsr olunub və biz bilirik ki, müasir dövrdə məsələn, daha öncələr sadəcə fiziki baxımdan yenidən qurmalar aparılırdırsa, hazırda bu yenidən qurma işlərinin sadəcə fiziki baxımdan olması təqdirə uyğun deyildir. Çünki bu zaman ərzində həmçinin bunun informasiya texnologiyaları və rəqəmsal texnologiyalarla vəhdəti şəklində baxılmalıdır bu infrastrukturun yenidən qurulmasına və bizim bugünkü məqaləmiz və çıxışımızda həmçinin bu məsələləri daha geniş şəkildə əhatə edir və buna bir yeni aspektdən, yeni bucaqdan baxılması üçün şərait yaradır və tədqiqatımızı bu sahədə aparmışıq. Folklor mövzusunda olan araşdırmalarımızı təqdim etdik. Olduqca təqdirə layiq bir haldır bu konferansın keçirilməyi. Çünki biz gənclərimizi maarifləndirə bilirik. Biz öz araşdırmalarımızı təqdim edə bilirik. İctimaiyyətə də təqdim olunur bu. Çox minnətdarıq ki, siz də bunu işıqlandırırsınız. Bizim gənc nəslimiz bu araşdırmalardan xəbərdar olur. Biz keçmişimizi gələcəyimizə ötürə bilirik və mənim araşdırmalarım daha çox folklor mətnləri, folklor materialları üzərində olan dialektizmlərdir. Olduqca xeyli miqdarda mən lüğətimizə daxil etmək üçün sözlər qeydə almışam. Bunu yaşlı insanlarımızdan diktafon vasitəsilə yazıya almışam və üzərində tədqiqat aparıram. Qədim türk lüğətlərində Mahmud Kaşğarinin Divan-ı Lüğət-i Türk lüğəti ilə səsləşən sözlərimizi araşdırmağa çalışıram. Dədə Qorqud dastanı ilə səsləşən sözlərimiz var bizim. Biz bunları gənc nəslə ötürməliyik. Bilirik ki, yaşlı insanlarımız da dünyasını dəyişdikcə bu milli dəyərlərini özü ilə apara bilir. Ona görə də bizim borcumuzdur ki, vətəndaşlıq borcumuzdur. Həm bir alim borcu olmaqdan da savayı birinci vətəndaş borcumuzdur ki, bunları araşdıraq və gənc nəslimizə ötürək. Tədqiqatçılar və ekspertlər Qərbi Azərbaycanla bağlı tarixi faktların elmi əsaslarından öyrənilməsinin, bu həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının və milli yaddaşın qorunmasının vacibliyini vurğulayıblar. Bildirilib ki, Qərbi Azərbaycana qayıdış ideyası yalnız tarixi ədalətin bərpasını deyil, həm də regionda dayanıqlı sülhün, əməkdaşlığın və qarşılıqlı etimadın möhkəmləndirilməsini hədəfləyir. Milli mədəni irsimizə əgər zamanında sahib çıxmasaq, ermənilər tərəfindən özlərinkiləşdirilir, mənimsənilir. Bu yaxınlarda da mən xeyli erməni toylarını internet üzərindən görmüşəm ki, orada Azərbaycan toylarının adət-ənənəsini, yallılarımızı, milli rəqslərimizi özlərinkiymiş kimi göstərirlər və xaricdəki karnavallarda, festivallarda, tədbirlərdə erməni rəqsi kimi, erməni musiqisi kimi, erməni yallısı kimi təqdim edilir. Bax, ona görə də bizim gənc nəsil diqqətli olmalıdır, bizim ziyalılarımız, bizim elm adamlarımız xüsusilə önəm verməlidir bu məsələyə. Bizim özümüzə məxsus olan, bizim milli irsimizin, bizim əcdadlarımızın bizə qoyduğu o irsimizi biz davamlı şəkildə təbliğ etməliyik. Panel müzakirələrində eyni zamanda rəqəmsal texnologiyaların, süni intellektin və müasir informasiya platformalarının Qərbi Azərbaycan həqiqətlərinin təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində yaratdığı imkanlardan bəhs olunub. Qeyd edilib ki, rəqəmsal yaddaşın formalaşdırılması və tarixi irsin müasir üsullarla qorunması qayıdış konsepsiyasının mühüm istiqamətlərindən biridir. İclaslar zamanı iştirakçılar Qərbi Azərbaycanın tarixi, hüquqi və mədəni irsi ilə bağlı aparılan tədqiqatların nəticələrini bölüşüb, mövzu ətrafında fikir mübadiləsi aparıblar. Müzakirələr Qərbi Azərbaycana qayıdış konsepsiyasının elmi əsaslarının daha da zənginləşdirilməsinə və bu istiqamətdə yeni tədqiqatların təşviqinə xidmət edib. Həsən Məmmədov, Təxminə Babayeva, Namiq Abbasov, NTV Xəbər.